Pasient 14 yaş, göründüyü kimi döş qəfəsi deformasiyası. Buna adətən toyuq tini döşü deyilir. Amma pasient 10-11 yaşından yavaş-yavaş bu döş qəfəsi deformasiyası yaranıb və artıb. Göründüyü kimi bizim düşən çiynimiz və bu deformasiya sağ tərəfdə ürəyin zirvəsini daha çox təsir edir. Baxın, çiyinlərdə fərq bu qədər, spinal asimetriya, eyni zamanda gövdənin yana yıxılması. Arxaya gəl oğlum, əyil qabağa. Spinal asimetriya ilə yanaşı onurğada da patologiya var və boyun nahiyəsində 5, lumbar nahiyədə 5'i göstərdi. Amma kifoz göstəricimiz, qalx oğlum, əlləri yana sal, pik nöqtədən ölçürəm. Normativ 4 olmalıdır, 6, amma normativ 4 olmalıdır.